Və buradan bəzi müğənnilərə, musiqiçilərə demək istəyirəm ki, çox ayıb olsun sizlərə. Çox ayıb olsun sizlərə. Mənim heç vecimə də deyil. Mən nə itirirəm ki? Bilmək olmaz sabah kim nə olacaq. Mən hər zaman deyirdim bu sözü. Hər aşığın bir devranı var. Bir devranı var. Çalışın bu devrandan gözəl və səmərəli istifadə edin. Çünki bu dünya çox etibarsız dünyadır. Bu dünyadan heç kim heç nə aparmayacaq. Çalışıb yaxşılıq eləmək lazımdır bu həyatda. Yaxşılıq eləməkdən ötürü insan bir balaca içini çalatını təmiz eləməlidir. Mən belə düşünürəm. Biz dərkən mənim bir mahnım var. Məsəl üçün, bəli, mən də oxumuşam. Elə mahnılarım var ki, mən də oxumuşam onları. Ki, hansı ki, bugünkü gün mən balama çörək yaparım o oxuduğum mahnılarla və bilirəm ki, məni sevən kütlə, məni sevən insanlar o mahnılarımla məni sevibdir. Və qərar vermişəm ki, bəli, bu bizim haqqımıza da ola bilər əslində. Bu şura bunu yaradıbsa, bu bizim haqqımıza da ola bilər. Necə haqqımız ola bilər? Oxuya bilənlər və oxuya bilməyənlər kateqoriyası təbii ki, ayrılacaq burada. Ki, hansı ki, bu günlərim gözəl ansambullar yaransın. Yəni, qadağa deyil bu. Qadağadırsa, sən elə əməkdar, elə xalq artistləri var ki, efirə çıxırlar, heç oxuya bilmirlər. Oxuya bilmirlər. Buna mən əminəm. Əminliklə deyirəm. Amma bugünkü gün bəli şuranın olmağı gözəldir ki, bugün hansı ki müğənnişi deyir, mən müğənniyəm, adını müğənni kimi çıxardıb qoyursa, gözəl bir canlı ansambul qoysun, bəstəkar, xalq, ondan sonra caz, nə istəyirsiniz. Kim nəyi bacarırsa, hansı üslubdadsa onu oxusun. Mən belə təklif edirəm, yəni. Təklif edirəm, yox, mən artıq çox gözəl bir bəstəkar mahnıları oxuyacağım ki, Mehribanda görmədiyiniz o səsi görəcəksiniz. Çünki bilirsiniz, bəstəkar mahnıları həqiqətən insanın səsinin ahəngini gözəlləşdirir. Amma biz oxuduğumuz mahnıların bəziləri var ki, elə insanlar var, onlardan da biri mənəm. Səsimiz var, amma səsimiz olmayaraqdan görsənir. O da mahnının bir balaca olaraq keyfiyyətindən irəli gəlir. Keyfiyyət də nədir? Çaqqa, çuqqa. Bunlar da ki, əzəldən olubdur. Hər zaman olubdur belə mahnılar. Olacaq da. Məsəl üçün, mən bir mahnım var. Nə edim ki, zır dəlidir, dəli balam. Bunu aşıq oxudublar. Nə edim ki, zır dəlidir, dəli balam, amma əsil sevməlidir, dəli balam, amma əsil sevməlidir, dəli balam. Və bir şey də qeyd etmək istəyirəm ki, heç bir müğənni dəli deyil. Heç bir müğənninin də bəli, səsi olmayan müğənnilər var, özünü yaxşı yerdə tutmayan müğənnilər var, tamam. Bunlarla da, barmaqla da hesablasan, efirə çıxan müğənnilərdən deyirəm, bir arası 10 nəfər, 15 nəfərdir. Qalan hamının başı saat kimi işləyir, gözəl də işləyir, ondan sonra bilir ki, nəyə neynəmək lazımdır. Əgər bir müğənnini efirdə qızışdırıb, bir müğənnini efirdə sual verib, onu bu vidə gətirirsə, demək bəzi aparıcılardandır bu. Onu müğənnilərdən niyə irad bildirib, müğənnilərin niyə efirdən kənarlaşdırılır, bu mənə çox maraqlıdır. Versinlər də, indi də suallar versinlər əməkdar artistlərə, niyə şəkillər qoymurlar? Niyə şəkillər qoyub, niyə görə suallar verilmir? Verilsin də. Yəqin verilişlərin bağlanmağı 2-3 nəfər bəzi aparıcılar, bəzi deyəndə ki, dostlarımız da hamısı, Tarix Əliyevin verilişi bağlandı, çox pis oldum, ondan sonra Elgizin verilişi bağlandı, çox pis oldum. Mən zaten heç Elgizin verilişinə çıxmırdım. Amma niyə kimsə çörəyinə vais olunmalıydı? Çox gözəl siyasət işlətdiniz, çox gözəl siyasət işlətdiniz. Halal olsun sizlərə deyirəm. Bəzilərimiz, hamıya aid deyil bu. Və mən bugünkü gün mən özümə borc bildim ki, neçə günlər idi, xəstə idim, yerdə yatırdım, cavab verə bilmirdim. Mən özümə borc bildim ki, mən bunu deyəm ki, vaxtı ilə
məni heç kim efirə çıxardmayanda mən tolik çıxardım efirə. İlk efirə çıxdığım təmənnasız nə tolikdən mən zaten o çıxartdığı vaxtlarda lazım olsaydı pulumu da verib çıxardım. Heç bir problem değildi. Amma sağ olsun çıxardıbdı. İnşallah ki ən gözəl yerlərdə olar. Bunu mən ürəkdən istəyirəm həqiqətən. Bəzi insanlara da sadəcə o gülüb keçirəm ki, Allah Taala çörək izdən alsın. Heç nə demirəm. Dərədə, qurtda iyilənmişləri çıxardırsınız. Sağ olun, əladır. Gör, mən öldüm qaldım. Heç vecimə də sabahdan elə gözəl işlərlə gəlirəm ki. Gözəl olacaq hər şey. Bugünün sabahı da var. İnanıram ki, hər şey çox möhtəşəm olacaq. Amma müğənnilərə yox, bəzi aparıcılara qadağa qoymaq lazım idi.